Mən etibarnamə ilə avtomobil almışam. Bilmirəm, avtomobilim hansı sığorta şirkəti tərəfindən icbari sığortalanıb. Onu necə öyrənə bilərəm? Belə hallar tez-tez baş verir. Avtomobil alqı-satqısı zamanı sığorta müqavilələrinə biz tövsiyə edirik ki, ümumiyyətlə avtomobili satan şəxs sığorta müqaviləsinə xitam versin, avtomobilin yeni sahibi öz adına yeni sığorta müqaviləsi rəsmiləşdirsin. Ona görə yaxşıdır ki, siz gələcəkdə hər hansısa bir hadisə baş verdikdə sizin maluslarınız, yəni cərimələriniz, sığorta haqqının hesablanmasındakı cərimələr avtomobilin əvvəlki sahibinə yox, sizin adınıza hesablanacaq. Yəni bu nöqteyi nəzərdən ilk növbədəki tövsiyəmiz budur. İkinci növbədə suala gəldikdə isə siz sığorta müqavilənizin hansı şirkətdə olmasını çox sadə 3w.isb.az saytına daxil olaraq, yəni icbari sığorta bürosunun saytına daxil olaraq sığorta müqaviləsini yoxla bölməsinə daxil olursunuz. Orada avtomobilinizin dövlət qeydiyyat nişanını bitişik formada, yəni hər hansı bir defiz və s. ara buraxmadan qeyd edirsiniz və yoxla belə deyək, düyməsini basdıqdan sonra sizə məlum olacaq ki, siz hansı sığorta şirkətində sığortalısınız.